hearts beat to the city streets. We began to feel the fire. We rise like tall buildings as the chemicals they take us higher. The night's young and it's just begun as she puts her hand in mine. We wanna chase the night, wanna dance to the light, pull stars from the sky, just two hearts running wild. Never sleep, never stop, as we shout from the top. We're gonna be two hearts running wild. Now the morning Herkese salam. Sizi yeni bir gündən, yeni bir videodan salamlayıram. Məni hansı gün izləyirsinizsə o gününüz inşallah çox yaxşı keçər. Dırnaqlarımı elətdirməyə getdim. Elətdirdim. Çox da bəyəndim. Hətta sizə belə göstərim. Pəmbə rəngində elətdirdim. Çox şirin oldu məncə. İndi bir-iki mağaza var. Onlara girəcəyəm, baxacağım. Bəlkə bir kahve içərəm özümlə. Bir date yaparım özümə. Yemək yox da, bir kahve içərəm ama. Ondan sonra evə. Bın. Uşaqları Aygünün yanına qoymuşam, bacımın yanına. Sağ olsun. Onun yanına bıraxdım, gəldim. Mən sizə normalda səhərlər hər zaman dırnaq elətdirməyə gəlirəm. Heç sevmirəm axşamüstü dırnaq zad elətdirməyi. Səhər həm çox sakitçilik olur hər yer. Çox da yaxşı olur mənim üçün. Axşam çox kalabalıqdır. Məsələn, indi bu dəqiqə aşırı kalabalıq var burada. Ona görə heç sevmirəm. Nəysə, indi yavaş gedirəm. Bir mağaza var uşaq paltarları üçün. Ora bir dənə baxmaq istəyirəm. Fındıqçalarım üçün. Elə belə göz gəzdirəcəm. Düzdür, bir şeyə ehtiyacları yoxdur ama adam yenə də baxmaq istəyir. Kərimin əslində ayaqqabı ehtiyacı var. Ona bir ayaqqabı alsam çox yaxşı olar. Da, işte. Tamam aldım. Ayaqqabı eğer görsəm, gerçi girib baxaram ona da. Ki ayaqqabı, qəşəng ayaqqabı görsəm, ayaqqabı da alacağım. Raminlə gəldik kahve içməyə. Ondan sonra evə gedəcəyəm. Size bir tane de cookie aldım. Bunlar zaten yanında verirler. Bu da kahvelerimiz. Bu da Ramin müəllim. Bu da mən. Tırnaqlarımı çok beğendim. Çok qəşəng oldu. Bacım deyir ki, nərəncələdi, deyirəm pəmbələdim. Deyirəm, ha, yay gəlmədən yenə yayı gətirdim. Sevirəm rəngli şeyləri. Aşkım benim. O dediş. Sen neymişsin, sen neymişsin? Soyundun. Kız soyundun. Ayıp da. Buna daymak olmuyor, hemen gülür. Soyundun. Ayıp da. Sen ne diyeceğim ben? Cici güzeliyeceğim. Hazırsan anne. Eleme. Biraz kalından sıkar. Sert tutmuşum. Olsun. De eleme. Beleliyim. Ha böyle. Başı duvara Soğanama şey dayalı. olacak. Başı bir tane duvara yapışır çeri. Kuşsun bir şey olmaz. Size ne var? Eleman değiştirəm aynı bizim paltarı. Bezdim hamımızın paltarıyım. Ha götür. Aşkım. Bakışım. Böceğim. Fındığım. Meraklım. Ha meraklım. Arkadan bana bak. Meraklı da. Meraklısın.
aşkım. Onu da belə üz üstə qoy. Qeyirdi. Hayırdı. Kollarına. Aha, bədənlərini. Gücləndirirlər özləri. Şey koyma. Ha, bir şey olmaz. Belə qoyanda bir şey olmaz. Gözü benim Ha, başı. tamam. Qalsın. Bir yerleri zıplatır. İçinde böyle tutun. Kaldırıyor ağzını. Kız sen solacaksın. Şalvara bak Şey şalvara. getir də. Bəyaz çorap gətir də. Ana! Hə? Bəyazları. Kola. Damlaya büyük oldu sanki. Hansı ağlayır? Hala o şalvar sanki damlaya çok büyük oldu. Beni yeter oğlum. Ay. Qızımın beli incədir də. 90-60-90'dır. Hə, yox qaldırma biraz. Qızımın beli incədir də. 90-60-90'dır mənim qızım. Sen başımı saç bir. Gəl, al. Çorabı düşdü, onu götürdüm. Bunu. Bu alayım, bunu. Ha, o amcanı yiyir. Teze O da başlayır. yeyir. O da yeyir. Yeyir də alayım. Hayır, bu araya sokup alayım. Dondurma yiyirsen kız sen. Bu ele yüzünü yapıştırdı. Kaldırıyor. Ne oldu yorganı yemezsin. Aslında burada yumuşaq diyorlar üçün. Burada rahat kafa qaldıra bilmirlər, güc ala bilmirlər. Daha sərt zəmində daha rahat olarlar. Yere koyay. Təmiz deyil axı. Yəni Toster yerdə bir almıyor. sərt. O şey var ya onlar halı oyuncaklı. Onu sağlar. Dedim o zaman getir. Yox, götürmə. Getirme. Aşağı bırakın. Merak ediyorum. Merak ettim. Onların halı şeyini aç, qəşəng qoy o şeyin üstünə, divanın Oyuncakları. üstünə, hə? Divanın üstünə o üçüncü köşəyə qoy. Hala bu rahat edemedi. Bunu kaldırdı. O başı. Bunu da götürəcəm. Hoppa. Mənim məhsullarım. Mənim gözəl qızlarım. Mənim gözəl qızlarım. O başı. Aşağı. Hə. Durdurun. Məhsullarım. Mənim məhsullarım. Yeləpsiz. Ama göz azı göylerdədir. Denizinde. Gel bu soskaları uşaklarmış. Bu Damla Hanım, bu da Deniz Hanım. Damla direkt başını döndürdü o tarafa. Nəsə yeni bir gündən salamlar. Nətərsiniz? Necəsiniz? Yaxşısınız inşallah. Biz bugün qonağımız gələcək. Ona görə keks eləyir. Anam kök eləyir. Anam. Aycan. Havanı göstərim. Mükəmməl bir hava var çöldə. O qədər qəşəng hava var. Süper. Ne güzel güneş çıxıb, hava təmiz, mis gibi. Siz çok rahat görsənirsiniz. Bu kadar rahatlıq çok fazladır. Ne gece ayaklarını uzattı. Lebuni. Mağara geçsem bana bak. Başında Gözüyle böyle eləyim. Ben o tarafa gelirim de. Hani yerim ben. छुपा लो हम अकेले खो न जाए तुमसे हो न जाए दिल में कहीं छुपा लो Qonaqlarım getdi, yəni təzəcə getdilər. Paltarlarım yığılmışdı, qalmışdı maşında. Asmamışdım, vaxt eləyib bilməmişdim. Onları indi asıram. Bugün doğru düzgün bir video çəkə bilmədim. Aslında planlarım bu şəkildə değildi, fərqli şəkildəydi. Anamla çölə çıxacaqdıq, ayaqqabı falan baxmaya. Sonra qonaqlar gələndə ayaqqabı söhbəti qalmış oldu. Görə də biraz dəyişik bir vlog olacaq. Qısa alınır maalesef. Heyif ki. Bəzi günlər belə də ola bilir yəni. Mənim əlimdən gələn bir şey də yoxdur. Yəni mən sizə günlük
yaşadığım həyatı çəkdiyim üçün hər gündə nələr yaşayıramsa, yəni hər çəkəndə həmən gün nələr yaşayıramsa sizə onu genəldə çəkirəm. Bu arada siz gələnsiniz paltaryan maşında bu posta paltarları sərib bir posta daha attım. Çünki paltar bu səfər çox deyil. Arada paltar yumuşdum. Çox deyil, ona görə paltarları eləyib biləcəm, çatdırıb hamısını yuya biləcəyəm də inşallah bugün hamısını yuyub sərməyi düşünürəm. Sizlə heç söhbət eləyə bilmədim bu vlogda. Nə Tombik, nə? Git aşkım. Ne edirsiniz, neler edirsiniz, gününüz necə keçir? Mənə yorumlarda yazın. Çox vaxt yorumlar, geçen yorumlar alırım. Yazan bu arada yazanların hamısına ben dərin təşəkkürlərimi bildiririm. Çok sağ olun. Yaxşı ki varsınız. Gerçekten de en belə özümü pis hiss elədiyim vaxtda bu yazılanları oxuyanda özümü çox yaxşı hiss edirəm. Motivasiyam artır. Yəni təkcə video çəkməyə motivasiya məsələsi də deyil. Genel bir motivasiyam artır. Çünki yəni insan həmişə özünü yaxşı hiss eləmir. Düzdür, mən bunu videolarda yansıtmamaya çalışıram. Amma insan hər zaman mental olaraq özünü hər zaman sürəkli yüksəkdə hiss eləmir. Bəzən özümü pis eləyirəm, bəzən özümü yaxşı hiss eləyirəm. Yəni bunu da sizə göstərməməyə, yansıtmamaya çalışıram. Amma hər ikisini də yəni yaşayıram. Yəni sizə yalandan deyim ki, yox. Mən %100 hər zaman özümü yaxşı hiss edirəm. Yox, elə olmur. Məsələn, bayaqları öz mentalımı yüksəltmək üçün, özümü daha yaxşı hiss eləmək üçün açdım Hind film musiqiləri, uşaqlarla biraz Hind musiqilərini dinlədim. Bu arada mən çox sevirəm Hind rəqslərini. Hətta əvvəllər Hind rəqsləri eləməyi o qədər çox sevirdim. Ən sevdiyim şeylərdən biri nə idi desəniz, Hind rəqsləri idi. Yəni mənim uşaqlıqda ən sevdiyim şeylərdən biri, uşaqlıqda yox, balaca vaxtımdan danışmıram. Yəni gənclik, daha belə yeniyetmə dövrümdə ən sevdiyim şeylərdən biri Hind rəqsi eləmək idi. Hətta xınamda da təsadüfən, bu arada heç planlı olmadan öz xınamda da eləmişdim. Hind rəqsi oynamışdım. İnşallah haçan eləyəcəm onu bilmirəm. Mən disklər indi məndədir. Bütün diskləri bir yaddaşa keçirmək istəyirəm. Bir yaddaş hard diskə falan, bir USB-yə falan keçirmək istəyirəm. Bütün nə qədər şeylər varsa, mənim o toyumdur, şəkillərdir, işte bu xınam zadım, hər şeyim. Ara-ara vloglarda paylaşıram, əgər sizə maraqlı gəlirsə, keçirdikdən sonra hələ keçirməmişəm. Yəni belə bir şey düşünürəm. Məncə pis fikir deyil. Çox yaxşı fikirdir məncə. Bilmirəm, yəni sizə də maraqlı gələrsə eləyərəm. Yəni 2014'də, 2000 vay bə, neçə il keçib, 12 ilimiz olacaq Raminlə. Biz düzdür 2011'də tanış olmuşuq, amma 2014'də evlənmişik. Neçə il keçib ya, 12 ilimiz olacaq. Məndən həmişə soruşandı, məsəl üçün, tez evlənmək ya gec evlənmək haqqında. Bu arada mən əvvəlləri demirəm, insanın indi bizim vaxtımızda biraz düşüncələr daha fərqlidir, getdikcə insanlar daha çox müasirləşir. Mən öz düşüncələrimi demirəm, amma genel olarak fikir verdiğim şey ve düşündüğüm şey belə bir şeydi ki, necə başa salım sizə? Yəni tez evlənmək yaxşı deyil. Bu arada mən öz evliliyim üçün bunu demirəm. Mən çox şükür, çox gözəl bir evliliyim var. Yəni Allah'a çox şükür. Amma yəni tez evlənmək məncə düzgün bir şey deyil. Genel olarak nə kişi üçün, nə qadın üçün. Onu qoy aşkım. Mən götürüb qoyuram yerine. Çünkü insan ister istemez. Bir de o için abi şimdi kameranın. Para gelirsen onun üstündekileri. Teşekkür ederim. Yani çünkü insan bence kadında kişide hiç fark edemez. Her istediğini eləməlidir. Doyunca her şeyi yaşamalıdır subaylıq olarak. Yani evlilikdə, düzdür evlilikdə de her şeyi çok güzel yaşayan insanlar var. Ben bu arada qətiyyən evliliği qarşıtı bir insan değilim. Subaylığını doya yaşamalıdır. Ondan sonra məncə evlənməlidir. Yəni qadın da kişi də. Karyerasında qursa lap yaxşı olar. Əsasən də qadınlar əllərinə çörək alsınlar, bir karyeraları olsun, işləri, gücləri olsun. İndi belə bir şey də var ki, pis olan nədir? Karyeranda bir dənə mənfi cəhəti odur ki, qadın üçün. Mənə görə mənfidir. Çünki sistem, genel olarak dövlət sistemi, yəni çalışma prinsipləri və sistem elə qurulub ki, sadəcə kişilərə yönəlir. Qadınlar heç bir şəkildə bu həyatda yəni işləməklərinə aid nəzərdə tutulmuyor. Çünki uşaqlıq olur,
İstər-istəməz çox az izin verirlər. Çox az izindir məncə. Yəni çox yerdə 2 ay, 3 ay, 5 ay, 6 ay, yəni ondan fazla qalırsansa öz hesabına qalmış olursan. Yəni çox az uşaq istəyir dövlət. Deyir ki, uşağınız olsun, uşaq eləyin. Yəni ölkədə artım olsun. Amma bundan da əlavə sənə də heç nə, yəni əldə heç nə vermir. Yəni get başının çarəsinə bax deyir də. Bu arada bu Azərbaycan üçün və yaxud Türkiyə üçün demirəm. Bir çox yerdə bu belədir. Doğum izinləri məsələn çox uzun ola bilər. Ona görə iş prinsipləri məncə qadın üçün deyil. Sonra az yaşlı uşağı olan analar daha az işləməlidirlər. Çünki düşünün, bir kişi kimi səhər gedirsən, axşam gəlirsən, amma sənin işin onunla bitmir. Məsələn, kişinin işi onunla bitir. Səhər gedir, axşam gəlir. Kişilər bəzən çox qadınlarla dirəşirlər ki, ay bizim işimiz daha ağırdır. Söhbət burada kimin işi daha ağırdır söhbəti deyil. Qadın mental olaraq çox yorulur. Çünki bütün məsuliyyət qadının üstündədir. Kişilərdə bizdə də məsuliyyət var. Sizdə də məsuliyyət var. Evə pul qazanıb gətirmək üçün var. Amma qadında elə deyil. Təkcə pul qazanmaq deyil. Qadın işləyirsən, işləyir, evə gəlir. Uşaqlarının əynini, başını, evinin təmizliyini, həyat yoldaşının əyni, başı, yeməyi, evin bütün yemək içmək haqqı hesabı, bazarlığı, hər şeyi qadının beynindən keçir. Yəni bunların hamısını qadının əlindən keçir. Bunların hamısını qadın həll edir. Yəni bunu kişi həll eləmir. İndi getdikcə müasirləşə biraz artıq kişilər də ev işlərində həyat yoldaşlarına yavaş-yavaş kömək eləyirlər. Əslində həyat yoldaşlarına kömək eləməməlidirlər. Zaten bu onların işləridir, eləməlidirlər. Niyə eləməlidirlər? Ortaq evdə yaşayırsan da. Yəni sən qadın olmasaydı, yaşasaydın, eləməyəcəydin bunu. Eləmək zorundaydın zaten. Yəni kiməsə baxmaq zorunda deyil. Əvvəlki ailə həyatı ilə indiki ailə həyatını bir mərtəbəyə qoymaq olmaz. Əvvəllər kişilər konkret ancaq çöldə işləyirdilər, pul qazanırdılar, evi saxlayırdılar, qadın da evin işini həll edirdi. İndi həyat elə deyil. İndi kişi tək başına işləsə də çatdıra bilmir. Qadın da məcbur onun yanında, onunla birlikdə ona dəstək olaraq işləmək zorundadır ki, ikisi bərabər ailəni keçindirə bilsin. Çünki həyat şərtləri getdikcə çətinləşir, həyat şərtləri səndən daha çox maddiyyat və pul tələb eləyir. Yəni bunu istədiyi üçün və tələb elədiyi üçün də hər ikisi də işləmək zorundadır. Amma buna rağmen ikisi də eyni işi işləsələr belə qadının yükü daha çoxdur və genəldə eyni işdə işləmələrinə rağmen qadınlar daha az maaş alır kişilərə görə. Bu sistem kişilər üçün qurulur. Yəni qadınlar kişi sistemində işləyirlər, yəni belə deyim. Mənim baxış açımdır bu. Bu da nəyə gətirib çıxardır? Qadın çox yorulduğu üçün otomatik olaraq, yəni insan çox yorulanda nə edir? Başlayır deyinməyə, başlayır bir şeylər deməyə, bir şeylər istəməyə və yaxud da belə bir şey də olur. Məsəl üçün, deyək ki, qadın deyir ki, bu səbətə yer tapamadım, mənə halda olur. Tutalım, qadın deyir ki, bunu elə, məsəl üçün kişiyə. Bu arada, məsələn, heç bir kişi gəlib qadına demir ki, sən bunu elə, məsələn, sən yemək bişirməlisən, sən evi təmizləməlisən, sən paltar yumalısan, sən bizim işlərimizi həll eləməlisən, işte evdə bu problem var, bazarlıq var, bunu heç bir kişi düşünmür, qadına da demir. Qadın bunların hamısı məsuliyyətini öz boynuna götürür, hamısını da tıkır-tıkır həll edir və bir çarx kimi çox rahat bir şəkildə dönür hamısı. Amma evdə deyək ki, bir şey lazım düzəltmək. Qadın gəlir kişiyə bir deyir, 2 deyir, 3 deyir, 4 deyir, sürəkli deyir. Günün sonunda nə olur? Sürəkli dediyi üçün qadın dırdır eləmiş olur. Yəni nə olursan sən dırdır şeyi yemiş olursan. Amma elə deyil. Mən dırdır eləməmişəm əslində. Mən sənə normal bir şəkildə bunu bir neçə dəfə dedim zaten. Düzəlt. Bunu elə, evdə bu əksiyimiz var. Bunu həll eləmək lazım. Bunu bir neçə dəfə dedim. Bunu deməyimə rağmen sən bunu eləmibsənsə, sonra da mən üst-üstə deyirəmsə, mən oluram dırdırçı. Mən niyə dırdırçı oldum ki şimdi? Sən əgər bir şey vaxtında eləsəydin və yaxud da ki, bu şeyin kişi işi olduğunu bildiyin halda əlindən götürüb, əlindən tutub eləsəydin yəni. Mən demədən, məsələn. Çünki eyni evin içində yaşırsan, o onun
o problemi, o şeyi olduğu, o eksikliyi olduğunu sən də bilirsən və yaxud da o sənin sadəcə məsuliyyətindədir. Qadın sürekli bunu sənə xatırlatmaq zorunda deyil. Amma buna baxmayaraq kişilər eləmirlər, qadınlar çox demiş olurlar və qadınlar dediyi kimi dırdır eləmiş olurlar. Bu arada burada danışdığım şeylər məncə bütün ailələrdə var. Demək olar, mənim tanıdığım ətrafımda ən yaxşı ailədən tutun, ən yaxşı yola gedən ailədən tutun, ən pis yola gedən ailəyə qədər var. Və hamıda var. Bu problemi bir çox qadın yaşayır. Bunu yaşamağın da ən böyük səbəblərindən biri vaxtı ikən valideynlərin oğullarına məsuliyyət verməməkləri. Bu bir. İkinci səbəbləri də bir çox qadın evində o qədər uşaqlıqdan hər şeyin məsuliyyətini götürməyə, eləməyə öyrədilir ki, başlıqda o qədər şeyləri eləyir ki, yəni hər şeyin məsuliyyətini o qədər rahat üstünə götürüb, hər şeyi özü həll eləyir ki, kişi də alışır buna, istər-istəməz. Neyir? Kişi də eləmir. Sən də ona 100 dəfə demək zorunda qalırsan və sonra da dırdırçı olursan. Nə bilim ya, məncə hamımızın evində yaşanan problemlərdir. Yəni, bugün belə bir şey yaşadım deyə bunu demirəm və yaxud da bu mənə şamil olduğu üçün demirəm. Genel olaraq konu necə oldu buna gəldi, ona xatırlamıram. Amma bu haqda şikayəti olan varsa, yorumlarda danışaq qadınlar olaraq. Nəysə, yeməmişəm. Ürəyim çox da yemək də istəmir. Amma belə haqq atışdıraram. Siz odur, işlərimi görüm. Prosto videom çox qısa olacaq. Mənim bunun üçün üzr istəyirəm. İstəsəydim saxlayıb videonun davamını sabah çəkib bir gün paylaşa bilərdim. Amma özümə söz vermişəm. Videolarımı aksatmayacağım, vaxtında paylaşacağım. Özümə söz verdiyim üçün mütləq bu videonu editləyib, nə bilim, 10 dəqiqəlik video belə alınsa paylaşacağım. İnşallah. Məni izlədiyiniz üçün hamınıza çox təşəkkür edirəm. İnşallah bəyəndiyiniz bir vlog olar. Bilirəm bu video çox qısa alındı, amma üzrlü sayın mənim. Planlarım olduğu kimi getmədi. Ona görə də videonu bu qədər qısa çəkmək zorunda qaldım. Həyat planlarımıza görə deyil, öz axarına görə gedir. Bəzən bizim planlarımız da istədiyimiz kimi olmaya bilir. Ona görə də sizi öpürəm. Gecəniz xeyrə qalsın. Videomu bəyənməyi, kanalıma abunə olmağı unutmayın. Hələlik.